Bizim Sədanın bu yeni il buraxılışı ilə studiyada mən Qarqız Solmaz və Şaxta Baba, oy! Buradayım mənim əziz nəvələrim, nəticələrim. Bizim Sədanın Şaxta babası isə mən, yəni bəndəniz Elçindir. Elçin, bir dəfə də olsa studiyaya vaxtında gəlmədin. İstər yeni il olsun, istər də köynək. Bir fərqi yox sənin üçün. Bəli, mənim əziz balalarım və ekran qarşısında əyləşənlər. Torbanı da bax belə tikirlər. Solmaz, nə vermirsən mənə ala bilmirsən? Dağlar aşaraq, təpələr keçərək gəlib çıxmaq, elə bilirsən, asan məsələdir. Özü də günün bu saatında, tıxacın bol olan vaxtında. Elə bir tıxaca düşmüşdüm ki, tut ucundan get çıx Şamaxıya. Nəysə, keçək mətləbə. Şəhərdə necə? Xəbərim var. Yeni ilə 2 gündən də az vaxt qalır. Yol boyu paytaxtda nələr gördün, nələr eşitdin, onu denən. Çox söhbətlər eşidib görə bilərdim. Təbii ki, imkan versəydim. Necə bəyəm? Necə yəni necə bəyəm? Necə olacaq? Elə yenicə torba tikmək üçün parkda əyləşib yerimi rahatlayırdım ki... Necə? Torba? Ayşə, ağlın öz tikdiyin torbalara getməsin, Solmaz. Mən hədiyyənin ağırlığından sökülən torbalardan danışıram. Nəysə, harda qalmışdım? Elə yenicə əyləşib iynəmi saplayırdım ki, dedilər, ay kişi, nə dayanmısan burada? Bizim Sədanın başlamasına 10 dəqiqədən də az vaxt qalıb. Çatmasam, olan qalan saqqalını da Solmaz yolacaq. Elə bunu eşidib zorla özümü bura çatdırdım. Belə də Şaxta baba olar. İndi mən yeni ili qarşılamaq üçün harda daha maraqlı şənliklərin olduğunu bilim. Bəsdir də, Solmaz. Adam nə qədər deyinər. Əslində bu deyingənliyə görə sənə qar qız yox, qar nənə, qarı nənə demək lazımdır. Qoca kaftar. Şəhərdə gedən hazırlıqlar haqqında isə mənim gözəl və ağıllı nəvəm Leyla danışacaq. Yeni ilin 2014-cü ilin gəlişi ilə əlaqədar paytaxtda hazırlıq işləri görünür. Parklarda qurulan küknar ağaclarından tutmuş mağazaların bəzədilməsinə qədər demək olar ki, hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunur. Bəs görək paytaxt sakinləri nə fikirdədirlər? Əlbəttə ki, çox gözəl hiss olunur bayram ruhiyyəsi. Hamı şəhərdədir, hamının üzü gülür, yaxşıdır. Əlbəttə ki, hiss olunur. Başlayaq elə yeni ilin atributlarından olan küknar ağacından. Paytaxtın gəzməli, görməli yerlərində, teatrların, ticarət mərkəzlərinin qarşısında süni küknar ağacları qurulub. Bu ağacların hər biri öz gözəlliyi ilə paytaxt sakinlərinin marağına səbəb olur. Bayramın gəlişinə isə daha çox sevinən şübhəsiz ki, uşaqlardır. Niyə qəşəngdir yeni il? Qarqız var, mənə hədiyyə getirdi. Elvin, yeni il bayramından xoşun gəlir? Niyə? Çünki ya qar yağır, Şaxta baba. Şaxta babadan hansı hədiyyə istəyirsən? Sənin üçün nə hədiyyə gətirsin bu il? Buyur. Padarqa gətirsin. Adın nədir? Nə? Yeni il xoşuna gəlir? Hədiyyə istəyirsən bu il? Nə hədiyyə istəyirsən? Nə? Onu. Ha, nədən? Onu. Nədən? Küknar ağacları haqqında əməkdaşımız Təranə danışacaq. Mən isə hələ evini bəzəməyib. Bunun üçün götür-qoy edənlərə demək istəyirəm ki, yeni ilə 2 gün vaxt qalıb. Ona görə də tələssinlər. Marketlərdə, yeraltı keçidlərdə, istənilən ticarət mərkəzlərində kifayət qədər aksesuar tapmaq olar. Elə siz də cibinizə uyğun yeni il aksesuarını ala bilərsiniz. Gəlirlər də, baxırlar, maraqları var. Bəzi maraqlı oyuncaqlar var. Yolkalar, gəlib götürürlər. 3 manatdan 25 manatadan yolkalarımız var. Yekələr var 50 manata, 60 manata. Nə normal, sərf eləyən qiymətlərlə verir. Yendirimimiz də var. Şəhərdəki mağazalar isə insana gəl-gəl deyir. Bu mağazaları bəzəyən həm endirimlər, həm də yeni il bəzəkləridir. Bütün bunlar isə insana yeni ilin qapının astanasında olduğunu hiss etdirir. Dənizkənarı Milli Park isə əməlli başlı nağıllar aləmidir. Bu il parkda xeyli sayda küknar ağacı bəzədilib. Bu küknar ağaclarının yanında isə yeni ilin carçısı olan Şaxta baba şəhər sakinlərini əyləndirməkdə davam edir.
və kafelər isə yeni il hazırlıqlarını yekunlaşdıranlar siyahısında birinci yerdədir. Hətta 10 gün əvvəldən bu məkanlarda xüsusi şou proqramlar hazırlanır. Tanınmış müğənnilərin və yumoristlərin iştirakı ilə keçirilən yeni il şənliklərini isə məqsədi insanları əyləndirməkdə, bizneslərini inkişaf etdirməkdir. Bəli, yeni il gecəsini belə məkanlarda keçirəcəyini düşünüb evlərini bəzəməyənlər də var. Əksinə, bu ili həm şəhərdə, həm evində qeyd edəcəyinə görə mənzilini qabaqcadan bəzəyənlər də. 72 yaşlı Məmmədəli Məmmədov da belə insanlardandır. Deyir ki, o da gözünü açandan valideynlərinin yeni ilə xüsusi hazırlıqlarını görüb və artıq 62 ildir ki, bu ənənəni özü davam etdirir. Həqiqətən uşaqlıq yaşımdan, elə demək olar ki, bəlkə bir 60 ildən çoxdur. Bundan əvvəl hələ bu yolka qurmuşuq. Daha doğrusu çox həvəsim olub mənim ki, özüm hədiyyələrimi düzəldim, özüm yolkanı qurum. Daha doğrusu özüm də klok alırdım, götürürdüm deməli içinə mandalin, şokolad, konfet, peçeni, belə bir şeylə yığırdım. Ağzımı bağlayırdım, qoyurdum yolka ağacının dibinə. Belə bir məndə bir həvəs var idi o vaxt. Şimdi mənim öz nəvələrim var, köməkçilərim var, Allah canlarını sağ olsun. Onlar indi yolka qururlar, mən özümə daimən o qədər yaxın gəlmirəm. Mən də yaxınlaşıram, ancaq əsas köməkçilərim mənim nəvələrimdir. Gəldik, çıxdıq öz doğma evimizə, liderə. Hansı ki, günün əsas hissəsini mənimlə bir yerdə burada keçirən əməkdaşlarımız əməlli başlı yeni il hazırlıqlarına başlayırlar. Kimisi kompüterini bəzəyir, kimləri isə, yəni bir çoxları isə küknar ağacı qurmaqla məşğuldurlar. Hətta belə görürəm ki, evlərindən dartıb gətirənlər də var. Elə ən çox canfəşanlıq göstərən Aytənə yaxınlaşaq birinci. Aytən, necəsən? Yaxşıyam. Buyur, bax görürəm bayaqdan canfəşanlıq göstərirsən, yolkanı bəzəyir. Çünki Leyla, sən özün də qeyd etdiyin kimi, bura bizim ikinci evimiz yox, birinci evimizdir. Günümüzün böyük hissəsini burada keçiririk və həqiqətən də gün ərzində əhval-ruhiyyəmiz buradan asılıdır. Ona görə də yeni ilə xoş girmək istəyirik və evimizi də bəzəmək bizim borcumuzdur. Təşəkkürlər Aytən. Bax, onu deyim ki, küknar ağacı bəzəyənlərdən digər əməkdaşımız isə, yəni biri isə Türkandır. Türkan, buyur. Bax, nə deyə bilərsən? Görürəm bayaqdan yolkanı bəzəyirsən, bəzəməklə məşğulsan, başın yaman qaçır. Bizim evimizdə yolka qurulmadığı üçün bu il çox həvəsliyəm yolka qurmağa. Çünki istəyirəm ki, bu bizim ikinci iş yerimiz, ikinci evimiz olduğu üçün istəyirəm ki, hər şey qəşəng olsun, yeni ili çox gözəl qarşılayaq və yolka da bizə əhval-ruhiyyəmizi yüksəldən bir, belə deyim, yeni atributlarından biridir. Təşəkkürlər Türkan. İki əməkdaşımız qaldı, Sədaqətlə Ülviyə. Buyur, Sədaqət, zərlər, oyuncaqlar. Bəli, ilk olaraq onu demək istəyirəm ki, qarşıdakı 2014-cü il hər bir kəsə uğurlu olsun, uğur gətirsin və ümumiyyətlə qeyd olunduğu kimi, bura bizim əsas çox vaxt keçirdiyimiz məkandır, yerdir və ona görə də düşünürəm ki, buradakı yolkanı, küknar ağacını bəzəmək hər birimizin borcudur və ona görə də evdən müxtəlif oyuncaqlar, zərlər gətirdim ki, bizim iş yerimizdə olan küknar ağacı da rəngarəng olsun və hər birimizin əhval-ruhiyyəsini oxşasın. Təşəkkürlər. Burada Ülviyəni divara sıxışdırmısınız, demək olur ki, görünmür və hətta əli çatmır deyə aslanın güclə oradan ulduzu düzəltməyə çalışır. Buyur Ülviyə. Deyərdim ki, bu yolkanın bəzənməsində ən çox əməyi olan mənəm, yəqin şahid. Niyə görə? Çünki bayaqdan yolkanın yuxarısından boyum çatmır, bunları güc bəla ilə ora qaldırıb düzəldirəm və qarşıdan 2014-cü il gəlir, yeni il gəlir və bu bayramda, bu 2014-cü ildə hər kəsə uğurlar, bol şanslar arzulayıram və xüsusən də at ilindən olan insanlara uğurlu olsun. Özü at ilindəndir deyə, yəni bunu dedi. Və bayram əhval-ruhiyyəsində olan hər bir kəsin yeni ilini təbrik edirik və bir yerdə deyirik: Yeni iliniz mübarək! Bayram əhval-ruhiyyəsində olan əməkdaşlarımıza yeni ilin uğurlu gəlməsi diləyi ilə Leyla Abbasova, Nurlan Şahbazov, Lider TV. Solmaz, bu zarafatlar öz yerində. Bu yeni ildə sənə böyüyüb boya başa çatmağı, ağıllı qız olmağı arzu edirəm. Arzu edirəm ki, heç olmasa üzümüzə gələn bu 2014-cü ildə səni başa düşən birisi ilə ailə qurub xoşbəxt olasan. Çox sağ olun Şaxta baba. Mən də sizə bu yeni ildə uzun, lap uzun, saqqal yox ha, ömür arzulayıram.
saqqal dedim, yadıma bu yeni ilin dəbi düşdü. Ay Şaxta baba, bəs eşitməmisən ki, 2014-cü ildə bütün Şaxta babalar bığ və saqqalları ilə vidalaşmalı olacaqlar. Necə yəni? Başa düşmədim. Necə? Çünki bu ilin dəbi bunu tələb edir. Yox, mənim balam. Bu yəqin ki, Şaxta babalara aid deyil. Heç saqqalsız da baba olar. Sən saqqalının dərdini çəkirsən, heç soruşmursan ki, bəs geyimlərdə nə dəyişikliklər olacaq? Deyəsən, son xəbərlər səndə daxı. Bəs bu at ili bizdən nə geyinməyi tələb edir? Birdən geyimlərimizi əynimizdən çıxardarlar, xəbərimiz olmaz ha. Düz tapdın, şalvara yox kampaniyası başlanacaq və yalnız Şaxta babalara aid ediləcək. Mən belə eşitmişəm. Necə? Narahat olma ay baba, sadəcə yəni şalvarlar şortilərlə əvəzlənəcək. Deyəsən, sənin məqsədin mənim yeni ilə sağ çıxmağımı əngəlləməkdir. Axı bunları sənə kim deyir? Kim deyəcək? Sənin gözəl göyçək nəvələrindən biri Türkan. Daima gözəl görünmək və diqqət mərkəzində olmaq üçün tələb olunan əsas şərt geyim tərzidir. Moda mütəxəssislərinin ilan ili ilə bağlı verdiyi proqnozlar demək olar ki, tamamilə özünü doğrultdu. Bəs görəsən bu il at ilində hansı geyimlər və rənglər dəbdə olacaq? Kovboy stili bu stildə çox aktual olacaqdır. Dəri kəsik-kəsik dərili gödəkçələr, kəmərlər, country stilində şalvarlar, hətta kovboy papaqları, kovboy şlyapaları çox aktuallaşacaqdır. Bu stilə yenə də xas olan dama-dama saroçkalar və ümumiyyətcə idman, yəni ki, dinamik idman ruhlu bir geyim istiqamətləridir. Yaxalığı bəzəkli köynəklər bu ildə çox aktualdır. Mövsümün ən xit trendi dəmir detalları olan geyimlər olacaq. İstər çantanızda, istər ayaqqabıda, istərsə də dəri gödəkçələrdə dəmir detallara yer verə bilərsiniz. Ən çox sevilən trendlərindən biri də ətək və yun köynək kombinasiyasıdır. Qadınların qardirobunda daimi yer alan cinslər həmişəki kimi aktual olacaq. Yeni mövsümdə belə şalvarların dar deyil, daha çox boş və trapez forması dəb sayılacaq. Hətta bu tip geyimlər 60-70-ci illəri xatırlatsa belə. Midi geyimlər, iri çantalar, dəri kəmərlər, uzunboğaz çəkmələr hamısı bir yerdə gözəl bir görünüş, cazibədar bir xanım obrazı yaradacaq. Bu il gənc qızlarda çiyinə atılmış pencəklərin nümayişini daha çox görəcəyik. Bir-birindən rəngli papaqlar vitrinlərdə öz yerini alacaq. Ziyafət geyimlərinə gəlincə, sadə və elegant geyimlərə daha çox yer veriləcək. Gecə geyimləri daha sadələşibdir, gecə geyimlərin fasonları. Sadə A siluet ola bilər, trapez siluet ola bilər. Çox aktual olan istiqamət, məsələn, xanımların çox sevdiyi krujavalardan olan paltarlar, onlar da aktuallığını qorub saxlayacaqlar, amma daha sadə variantda, daha sadə, ümumiyyətcə daha sadə görünüş 2014-cü ilin gecə geyimləri üçün nəzərdə tutulubdur. Bu il əsasən istər gündəlik, istər gecə ziyafət geyimlərində əlvan rənglər dəbdə olacaq. Gündəlik geyimlərdə pastel rənglərə üstünlük veriləcək. Tünd qırmızı, çəhrayı, tünd bənövşəyi rənglərlə kombin olunmuş geyimlər isə öz aktuallığını qoruyacaq. At ilinin ən məşhur rəngi isə yasəmən olacaq. Üst geyimləri, ayaqqabı və çantalara gəlincə, dəri və yun parçadan hazırlanmış palto və gödəkçələr, plaşlar 2014-cü ilin dəbidir. Bu həmçinin xəz papaqlara da aiddir. 2014-cü ildə klassik şalvarların dəbdə olacağı gözlənilir. Dəri işləməli palto və əlcəklər isə bu obrazı daha da tamamlayacaq. Mütəxəssislər isə deyir ki, iti burunlu ayaqqabılar və kvadrat şəkilli çantalar sizin gündəlik görünüşünüzə cazibədar rəng qatacaq. 2014-cü ildə ailə quracaq xanımlarımız da unudulmayıb. Bu il əsasən uzunqol gəlinliklər dəbə minəcək. Balıq modeli ya da oval yaxalıqlı uzunqol gəlinliklər yeni ailə quranların gözəlliyini daha da ortaya çıxaracaq.
Lakin dəb ancaq geyim və aksesuarlarla tamamlanmır. Modanın əsas göstəricilərindən biri də saç dəbidir. Stilistlər deyir ki, saç forması saçın rənginin dəblə deyil, əsas üzə yaraşmasıdır. Saç rənglərində sarının bütün tonları və qəhvəyi rəngin 3 əsas çaları dəbdə olacaq. 2014-cü ildə bir-birindən fərqli saç modellərinə də üstünlük veriləcək. Hörüklü saçlardan imtina edə bilməyən qadınları sevindirə bilərik. Çünki bu il hörüklər yenə də öz aktuallığını qoruyub saxlayacaq. 2014-cü ildə əsasən uzun saçlar dəbdədir. Düz uzun saçlar, ortadan ayrılmış uzun saçlar həcmli dəbdədir. Çox aktuallıq daşıyır bu il. Onunla bərabər, yəni uzun saçlarda su dalğalı, havalı bir dalğalı saçlar, 70-ci illərin dəbi olan zavivka dediyimiz bir saçlar var ki, buruq-buruq saçlar, o bu il dəbdədir. Ayaqqabılara gəlincə isə bu il platformasız ayaqqabılara daha çox üstünlük veriləcək. Dabanın hündür və ya alçaq olması fərq etməyəcək. Əsasən nazik dabanlı, nazik burunlu yeni klassikaya uyğun ayaqqabılar dəbdə olacaq. 2014-cü il kişi dəbinə gəlincə isə modelyerlər deyir ki, kişi geyimlərində tünd rənglərə daha çox üstünlük veriləcək. Tünd mavi rəngdə klub dərzində pencəklər. Bu 2014-cü ilin bəylər üçün nəzərdə tutulan hit tendensiyasıdır. Dama-dama saroçkalar, tünd mavi rəngdə qalstuklar və tünd bənövşəyi və ya açıq bənövşəyi rəngdə qalstuklar. Yəni ki, bu orxideya rəngində olan qalstuklar çox aktual olacaq. Hər zaman dəblə yaxlaşmağa çalışan bəylər də öz istilini yaratmaq üçün saçlarından başlasalar yaxşıdır. 2014-cü il dəbi italiyanski saç düzümləridir. Əsasən öz sifət quruluşlarına uyğun kəsimləri kəstirsinlər. Bəylərimiz klassik saçlardan da istifadə edə bilər. Yine uzun saçlardan da istifadə edə bilərlər. Elə saçlar var ki, avangard stildədir. Yarı uzun, yarı qısa, qabaq hissələri uzun, arxalar qısa. Yəni bu saç düzümləri də modda ola bilər. Belə, ümid edirik ki, yeni ilin dəbi ilə az da olsa sizi məlumatlandıra bildik. Hər zaman gözəl görünmək ümidi ilə Türkan Mahmudova, Elşad Məmmədov, Elvin Muradov, Lider TV. Son vaxtlar gecələr yatanda yuxumda ancaq toy görürəm. Görürəm ki, ağ at üstündə, ağ gəlinlik libasında şadlıq sarayına daxil oluram. Hər tərəfdən məni alqışlayırlar, gül çiçək yağışına tuturlar. Bəh, 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 çox xoşbəxtəm, çox. Bəs yanındakı o bədbəxt, daha doğrusu xoşbəxt adam kimidir? Onu da görə bildin, yoxsa... Yox, Elçin, onu görə bilmədim. Ha çalışıram ki, yadıma salım ki, bəy kim idi, xatırlaya bilmirəm. Amma 100% əminəm ki, yanımda kimsə var idi. Yoxsa bəysiz toy olar, heç mən bəysiz addımımı çölə belə atmaram. Karın könlündəki. Necə? Nə dedin? Deyirəm ki, yaman tez böyüdüm mənim nəvəm. Narahat olma. Yəqin ki, yanında da ağ atlı bir oğlan olub, sadəcə fikir verməmisən. Növbəti dəfə həmin yuxunu bir də görsən, bu dəfə bəyə mütləq fikir ver. Atın rənginə də xüsusilə. Atın rənginə niyə? Bunun nəsə mənası var da ya? Əlbəttə var. At ağ ola bilər, qara ola bilər, mavi ola bilər. Bunların hamısı bəyin xarakterini açan məsələlərdir. Doğrudan? Axı, ata niyə bu qədər məna vermək lazımdır axı? Başa düşmürəm. Özün də ərə getmək istəyirsən. Amma üzümüzə gələn ildən xəbərin belə yoxdur. At ili gəlir, olmaz. At ili. Doğrudan, Şaxta baba, 2014-cü il axı at ilidir. Salam əleyküm. Bəs mən səhərdən özümü niyə həlak edirəm? Elə buna görə sən yuxuda gördüyün atın hansı rəngdə, hətta hansı cinsdə olduğunu da bilməlisən. Belədir ki, narahat olmasa olmaz. Deyəsən, 2014-cü ildə səndən canım doğrudan da qurtaracaq. Niyə? Bəs eşitməmişsən ki, ya, at həm də Muraddır. At ilində doğulanlar yaradıcı və qeyri-adi istedadı olan insanlar. Bu il sizlər üçün xüsusilə rahat olacaq.
Amma çox da arxayın olmayın. Atlar sizi sürprizlərlə təəccübləndirə bilər. Çünki atlar qeyri-səmimiliyi, hiləgərliyi xoşlamır. Şərq təqviminə görə 2014-cü il at üzərində təhvil olur. Astroloqlar deyir ki, növbəti 365 gün dinamik, sevgi, qısqanclıq və ehtiraslı keçəcək. 2014-cü ilin ünsürü isə sudur. Buna görə də il su ünsürlü bürclər üçün uğurlu olacaq. Astroloqlar bu ilin insanlara qeyri-sabitlik gətirəcəyini proqnozlaşdırırlar. Buna görə də insanlar hərəkətlərini öncədən planlaşdırsalar peşman olmazlar. Astroloq Firidun Qurbansoy deyir ki, 2014-cü il ağlı və intellekti ilə fərqlənənlər üçün o qədər də düşərli deyil. Bu il hisslər aparıcı olacaq. Ümumilikdə isə daim hərəkətdə olanlar uğur əldə edəcəklər. İlin simvolları da atla bağlıdır. Atla bağlı olan nə varsa onu rəmz kimi qəbul etmək olar. Amma nəyisə fetişləşdirmək, nəyisə özü üçün tutalım ki, bir büt yaratmaq düz deyil. At malı deyil, atın tutalım ki, quyruğu deyil, atın tutalım ki, yələnidir və yaxud da noktasıdır. Bunları götürüb evindən asırsan, o da çox gülünç bir şeydir. 2014-cü ildə 2 dəfə günəş, 2 dəfə ay tutulması olacaq. Amma ölkə ərazisində hadisəni müşahidə etmək mümkün olmayacaq. Araşdırmalar göstərir ki, at ilində tarixdə dönüş yaradacaq hadisələr baş verməyib. Dünya çapında nə olursa, bizim ölkəmizin də müəyyən qədər payına xeyir və yaxud da şər düşür. Amma bizim ərazimizdə müharibə olmasa da biz əziyyət çəkən xalqlara kömək edəcəyik. Bu mənada bunun da yükü bizim çiynimizdə. At ili bahalıqla müşahidə olunur. Bəs şəhər sakinləri qarşıdakı 2014-cü ildən nə gözləyirlər? 2014-cü ildən gözlədiyimiz odur ki, insanlarımızın sosial sahədə yaşayış tərzi yüksək səviyyədə olsun və ölkəmizin yenə deyirəm, əmin-amanlığı, bir də ərazi bütövlüyümüzün təmin olunması. Ən yaxşı arzular arzulayıram hamımıza, özüm də onun içində. Təhsilini davam etdirib qurtarmaq. Maraqlıdır, bu ildə doğulanların xarakteri ilə atın xüsusiyyətləri arasında oxşarlıq varmı? İlk olaraq onu deyim ki, atlar tanıma qabiliyyətinin yaxşı inkişaf etməsi ilə seçilirlər. Bundan əlavə inadkar və kinlidirlər. Atlar bəzi trükları da yerinə yetirir. Məsələn, tullana bilir hündürlükdən, otura bilir. Ümumiyyətlə, at indi olan insanlarla kim ki dostluq eləyir, onlar sadiq olur dostluğunda. Amma ilin at və ya əjdaha üzərində təhvil olması elə də önəmli deyil. Əsas odur ki, hər gələn il ölkəmiz, xalqımız üçün uğurlu olsun. Sədaqət Süleymanova, Elşad Məmmədov, Turab Məmmədov, Lider TV. Bu nə da Şaxta baba? Yoxsa kriminal hadisə törətmək istəyirsən? Deyəsən qurban kimi də məni seçmisən. Hə, solmaz. Bəs bilmirdin ki, ya, insanın əsəbləri ilə oynamaq əvvəl-axır ölümlə nəticələnir. Al, gəldi! Vay! Yaxşı, ay qız. Yaxşı, sakit ol. Söz də dedim də. Nə olub? Öldürmədim ki. Kimdən danışım, nədən deyim? Qonşumuz Qurban dayda. Gözünə döndüyüm, əlinə bir balta alıb düşüb şəhərin canına. Balta? Nə balta? Balta niyə? Kimisə öldürmək üçün, yoxsa intiqam almaq üçün? Mən bu ərəfələrdə ölmək istəmirəm, fikrim də yoxdur. Sən düz deyirsən. Amma məsələ burasındadır ki, bu hadisəni ancaq yeni il ərəfəsində törətmək olar. Başqa cür mümkün deyil. Axı kimin? Tez ol dedə, ürəyim partladı ki. Kimin yox, nəyin? Nəyin solmaz, nəyin? Şam ağaclarının. Sən demə, o öz evində yolka qurmaq üçün həqiqi şam ağacı tapmağı qarşısına məqsəd qoyub. Deyəndə ki, ay Qurban dayı, indi hər addımdan bir şam ağacı satırlar da. Niyə özünə bu qədər əziyyət verirsən? Nə desə yaxşıdır? Nə deyir ki? Deyir ki, hər şey təbii gözəldir. Amma deyim ki, belə düşünən təkcə Qurban kişi deyil ha. Elə əməkdaşımız Təranə də bu fikirdədir.
Yeni ilin 25 əsrlik yaşı var. Bayramın ən gözəl atributu hesab edilən şam ağacının bəzədilməsi ənənəsi də yüzilliklərdir ki, davam edir. Bu adətin ilk dəfə haradan meydana gəlməsi isə son dövrün ən mübahisəli məsələlərindən biridir. Folklorşünas alimlər ağacın həyat rəmzi olduğunu əsas götürərək bu ənənəni miladdan öncəki dövrlərlə əlaqələndirirlər. Ümumiyyətlə, istəyir türk xalqlarında və dünyanın bütün digər xalqlarında yeni il bayramlarını, ilin təqvim bayramlarını ağacsız təsəvvür etmək mümkün deyil. Ən qədim dövrlərdən bütün bu bayramlarını ağacla qeyd edirlər. Ağac həmin mədəniyyətlərin ayrılmaz tərkib hissəsi idi. Çünki ağac bütün dünya xalqlarında, o cümlədən Azərbaycanlılarda da ağac dünyanın əsası, dünyanın modeli hesab olunur. Araşdırmalara görə hələ eradan əvvəl qədim Misir sakinləri dekabrın son günlərində yaşıl palma ağaclarını evlərinə gətirərdilər. Bu həyatın ölüm üzərində qələbə rəmzi hesab olunurdu. Orta əsrlərdə Strasburqda yeni il gecəsində şam ağacları həm kasıb, həm də adlı sanlı zadəgan ailələrində rəngli kağız, meyvələr və şirniyyatla bəzədilirdi. Sonradan bu adət bütün Avropaya yayılır. Amerikaya isə yolkanı burada yaşayan almanlar gətirirlər. 1851-ci ildə Amerikada ilk dəfə olaraq yolka fənərlərinin yandırılması mərasimi keçirilir. Elə həmin vaxtdan da yeni il Ağ Evin qarşısında təntənəli şəkildə qeyd olunur. 10-cu əsrdən başlayaraq Roma papası bütpərəstlik adətlərini aradan götürmək üçün həmin vaxt bu yeni ilin ağacla bərabər qeyd olunmasını, Həzrəti İsa'nın anadan olmasını birləşdirməyə başladı. Həmin dövrdən başlayaraq ağac kultu Həzrəti İsa'nın anadan olmasına bərabər təsəvvür edilməyə başladı. Yolka ağacının bəzədilməsinə gəlincə, yolka ağacının budaqlarına qoyulan oyuncaqlar əslində qədim təsəvvürlərə görə yolka ağacının sahibi, dünyanın sahibinin həmin ağac vasitəsilə insanlara göndərdiyi hədiyyələrdir. Ölkəmizdə isə süni şam ağaclarının bəzədilməsi ötən əsrin 40-50-ci illərindən başlayıb. Bu ənənə Sovet dövründən qalsa da indi daha müasir formada davam etdirilir. Paytaxtda ən hündür yolka burada, hökumət evinin qarşısında quraşdırılıb. Rusiyadan gətirilmiş bu süni şam ağacının quraşdırılmasında, bəzədilməsində təqribən 5500 işıq effektindən istifadə olunub. Onu da qeyd edək ki, yolkanın hündürlüyü 35 metr, diametri isə 18 metrdir. Başındakı ulduzun uzunluğu isə 2 metrə bərabərdir. Paytaxtda yeni il ərəfəsində bəzədilən yolkanın sayına gəldikdə isə onu deyə bilərik ki, bulvar ərazisində bu istiqamətdə xeyli işlər görülüb. Əvvəlki illərlə müqayisədə bu il dəniz kənarı parkda bəzədilən süni şam ağaclarının sayı artırılır. Hər il olduğu kimi bu illərdə bulvar idarəsi yeni təqvim ilinə xüsusilə hazırlaşır və o işlərdən biri də şam ağaclarının bəzədilməsidir. Bu illəri biz elə qərara gəldik ki, 12 ədəd ağac bəzəyək. Onun 10 ədədi bulvarın köhnə hissəsində, 2 ədədi isə bulvarın yeni istifadəyə verilmiş hissəsində, yəni İdman Sarayından Bayram Meydanına qədər olan ərazidə quraşdırılsın. Bu il bulvar ərazisində quraşdırılan ağacların hamısı Bakıda istehsal olunur, yəni öz istehsalımızdır. Bayram ərəfəsində şam ağaclarının kütləvi qırılmasının qarşısını almaq məqsədi ilə hazırlanan süni yolkalar vətənimizə dünyanın müxtəlif ölkələrindən ixal olunur. Fərqli ölçülərə malik ağaclar görünüş etibarilə də rəngarəngdir. Yolkalar bizə gəlir deməli, Türkiyədən, Çindən, bir də İtaliyadan, bir də Dubay. Boylarında fərq var, budaqlarında fərq var. Orta razmerdə 1.80, 1.50, belə bir razmerdə ən çox yolkalar satışda olur. Gedən yolkalar onlar olur. Paytaxtda plastik qablardan qurulan bu yolka isə onu deməyə əsas verir ki, ölkəmiz bu ildə təqvimin dəyişməsinə möhtəşəm hazırlaşır. Paytaxtda quraşdırılan bu şam ağacı xüsusi görünüşü ilə diqqəti daha çox cəlb edir. Yaşıl və şəffaf rəngli plastik qablardan düzəldilən yolkanın hazırlanmasında nə az, nə çox, düz 3000 qab istifadə olunub. Layihənin hazırlanmasında əsas məqsəd plantlardan səmərəli istifadəni təmin etməkdir. Qeyd edək ki, qeyri-adi görünüşə malik olan plastik şam ağacı Alman rəssamı Nicholas Blake Sayers və Glenda Michael Casey tərəfindən hazırlanıb. Hündürlüyü 7, diametri isə 4,2 metr olan plastik yolka əhali tərəfindən böyük maraqla qarşılanır. Təranə Ziyadzadə, Rahim Mustafayev, Ziya Allahyarov, Lider TV. Deyirəm, solmaz. Gəl bu qədəhləri qaldıraq yeni at ilinin şərəfinə. Şaxta baba, mən 2014-cü ildə sizin ətrafınızda yalnız at kimi müdrik, cəsur, sədaqətli insanların olmasını arzulayıram.
Yəni sənin kimisi yoxdur Solmaz. Çünki bu sadaladıqlarının səninlə heç bir əlaqəsi yoxdur. Yaxşı da Elçin, səmimi sözlərimdir. Özü də deyirlər ki, bu ad ilindən nə arzu etsən mütləq gerçəkləşər. Ona görə də zarafatı bir kənara qoyub, gəl ancaq özümüzə və bizə tamaşa edənlərə xoş arzularımızı çatdıraq. Onda gəl içək bütün cəsur, mərd, sadiq, etibarlı insanların, ümumilikdə isə yeni ilin gəlişinə sevinən hər kəsin sağlığına. Bəli, 2013-cü ili də beləcə başa vurduq. Dərddən, qəmdən uzaq, sevinç dolu günlər yaşadıq. Bir-birindən maraqlı, rəngarəng informasiyalar toplayıb bizim səda vasitəsilə sizlərə çatdırmaq istədik. Bu xəbərlərin sizin ürəyinizdən xəbər verib-vermədiyini isə siz daha yaxşı bilərsiniz. Əgər bu dəqiqələrdə bizimlə üz-üzə, göz-gözə əyləşib tamaşa edirsinizsə, deməli bu ildə əziyyətimiz hədər getmədi. 2014-cü ildən gözləntilərimiz çoxdur. Yəqin ki, sizlərin də bizdən. Elə buna görə də daim axtarışda olub, sizlərə maraqlı, adrenalin dolu anlar yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Sizlərdən isə istəyimiz ancaq bizləri izləməkdir. Həm efirdən, həm də Lider televiziyasının YouTube-dakı səhifəsindən. Beləliklə 2014-cü ildə görüşənədək. Sağ olun, salamat qalın.